zamanından çox xəyal qurursunuzsa və bu sizin aktivliyinizi azaldırsa, xəstəliyə düşmə ehtimalınız var. Artıq xəyal qurmağı da bizə çox görürlər. Bu və digər maraqlı xəbərləri izləmək üçün bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır, studiyada Günel İbadovadır. İndi isə digər xəbərlərimizin anonsları ilə tanış olaq. Zədələnmiş qığırdağın bərpasına kömək edən yeni üsul, yeni tədqiqat. Tonus və bulanıq su tibbi diaqnoz deyil. Azərbaycanlı həkimdən açıqlama. İddia: bir şüşə kola ömrü 12 dəqiqə qısaldır. Alimlər açıqlama verib. Sürətli və yavaş gəzənlər üçün zolaqlar sınaqdan keçirilir. Yeni sistem. Paralel aləmdə yaşayanlar, xəyallardan qopa bilməyənlər nə qədər xəyal qurmaq ziyandır. Hamiləlik dönəmində həkimlər yəqin ki, sizə tonusum var, müalicə eləmək lazımdır cümləsini işlədib ki, mən də 2 övlad anasıyam, tonusdan müalicə olunmuşam. Amma indi müasir həkimlər, yerli həkimlər iddia eləyirlər ki, tonus deyə bir diaqnoz yoxdur. Həqiqətən də çox maraqlı və skandal açıqlama uzman həkim Ülviyə xanım Mehdixanlıdan gəlir. Baxaq. Tonus və bulanıq su tibbi diaqnoz deyil. Azərbaycanlı həkim qadınlar arasında tez-tez səsləndirilən tonus və bulanıq su anlayışlarının tibbi diaqnoz olmadığını bildirib. Mütəxəssis iddia edir ki, bu diaqnozu qoyan mütəxəssislər səhv edir. Şimdi tonusun yüksəkliyi, suyun bulanıqlığı, yəni uşağın amnion mayesi bulanıqlığı, belə bir diaqnozlar yoxdur. Biz xəstənin şikayətinə baxırıq, ağrısı varmı, yoxmu? Ona görə də uşaqlıq boynuna baxırıq. Uşaq boynu uzunluğu qısadırmı, normaldirmi ona baxırıq. Təbii ki, lazım gələrsə müalicələr veririk. Xəstənin ağrısı olarsa, dediyim kimi, biz ona maqnezium preparatları verə bilirik və ya bol su qəbul etməsini deyirik və istirahət önəririk və cinsi əlaqədən uzaq olmasını söyləyirik. Bunlarla xəstəni takib edirik. Yoxsa xəstənin tonusun var, işte yazırlar 2 müsbət, 3 müsbət, belə bir diaqnozlar yoxdur. Qeyd edək ki, tonus əzələlərin gərginlik vəziyyətini ifadə edən fizioloji anlayışdır və ayrıca xəstəlik və ya diaqnoz hesab edilmir. Hamiləlik zamanı uşaqlıq əzələlərinin müəyyən dərəcədə yığılması normal hal ola bilər və hər zaman təhlükə əlaməti kimi qiymətləndirilmir. Mütəxəssis gələcək analara yalnız etibarlı tibbi mənbələrə və ixtisaslı həkimlərin rəyinə əsaslanmağı tövsiyə edib. Onun sözlərinə görə hamiləliklə bağlı hər hansı narahatlıq yarandıqda özbaşına nəticə çıxarmaq əvəzinə mütəxəssis məsləhəti almaq vacibdir. Oynaq qığırdaqlarınızda probleminiz varsa, bu xoş xəbəri mütləq sona qədər izləyin. Çünki texnologiya bizə yeni imkanlar yaradır. Bu fərqli üsul nədən ibarətdir və nəyə görə mütləq bilmək lazımdır? İndi xəbərə baxıb, siz də hali olacaqsınız. Zədələnmiş qığırdağın bərpasına kömək edən yeni üsul. Amerika Birləşmiş Ştatında fəaliyyət göstərən Stanford Medicine tədqiqatçıları oynaq xəstəliklərinin müalicəsində mühüm irəliləyiş hesab edilən yeni metod hazırlayıb. Klinikaya qədərki sınaqlarda üsul təkcə ağrını azaltmaqla kifayətlənməyib, həm də zədələnmiş qığırdaq toxumasının bərpasını stimullaşdırıb. Alimlərin sözlərinə görə mövcud müalicə üsullarının əksəriyyəti yalnız xəstəliyin əlamətlərini yüngülləşdirməyə yönəlib. Yeni texnologiya isə qığırdaq toxumasında regenerasiya proseslərini aktivləşdirərək yeni qığırdaq formalaşmasına şərait yaradıb. Tədqiqat zamanı metodun həm yaşlanma nəticəsində yaranan dəyişikliklərdə, həm də müxtəlif oynaq zədələri zamanı müsbət nəticə verdiyi müşahidə olunub. Bir dəfə müdriklərdən biri belə bir söz demişdi ki, insanın həyatı arzuları bitəndə qurtarır. Yəni, insan əslində can verəndə yox, arzusu bitəndə ölür. Həqiqətən də belədir deyə düşünürəm. Amma məsələ burasındadır ki, alimlər indi də xəyal qurmağı bizə çox görür. Düzdür, məntiqi bir tərəfi var bu məsələnin, amma istənilən halda məndən olsa elə heç bir iş görməyib gecə-gündüz xəyal quraram. Siz necə yanaşırsınız bu məsələyə? Mütləq şərhlərdə bizə yazın.
Bəzi insanlar saatlarla xəyallara dalır, eyni süjetləri illərlə təkrar yaşayır və bu vəziyyət onların gündəlik həyatına mənfi təsir göstərir. Mütəxəssislər bu halı maladaptiv xəyal qurma adlandırır. Araşdırmalara görə adi xəyal qurmaq insan beyninin normal fəaliyyəti hesab olunur. Hətta alimlər insanların oyaq vaxtlarının təxminən 30-50%-ni həmin anda gördükləri işlə əlaqəsi olmayan düşüncələrə sərf etdiyini bildirirlər. Xəyal qurmaq yaradıcılığı, empatiyanı və emosional tarazlığı dəstəkləyə, həmçinin darıxma hissini azalda bilər. Lakin bəzi hallarda xəyal qurmaq nəzarətdən çıxır. İnsanlar saatlarla özlərinin yaratdığı təsəvvür aləmində yaşayır. Real həyatda görməli olduqları işləri təxirə salırlar. Bu vəziyyət çox vaxt musiqi dinləmək və ya otaqda irəli-geri gəzmək kimi təkrarlanan davranışlarla müşahidə olunur. Mütəxəssislərin fikrincə, maladaptiv xəyal qurma psixoz və ya şizofreniya deyil. Belə insanlar reallıqla xəyalı ayırd edə bilirlər. Bununla belə vəziyyət iş fəaliyyətinə, təhsilə və şəxsi münasibətlərə ciddi təsir göstərə bilər. Mövcud tədqiqatlar bu halın böyüklərin təxminən 2-4%-də müşahidə oluna biləcəyini göstərsə də, geniş miqyaslı araşdırmalar hələ də aparılmayıb. Maladaptiv xəyal qurma hazırda nə Amerika Birləşmiş Ştatları Psixiatrlar Assosiasiyasının diaqnostik və statistik təlimatında, nə də Ümumdünya Səhiyyə Təşkilatının xəstəliklərin beynəlxalq təsnifatında ayrıca diaqnoz kimi tanınır. Bir siqaret ömrü 11 dəqiqə azaldır. Bir kola isə 12 dəqiqə. Bu yeni iddiadır. Baxaq görək, mütəxəssislər bu barədə nə deyirlər? Həqiqətən də bir stəkan kola içmək ömrümüzü 12 dəqiqə azaldırmı? Son illər bir şüşə kola ömrünüzdən 12 dəqiqə aparır ifadəsi sosial şəbəkələrdə geniş yayılıb. Amerika Birləşmiş Ştatlarının Michigan Universitetinin tədqiqatçıları minlərlə qida və içki məhsulunu təhlil edərək onların insan sağlamlığına təsirini araşdırıb. Nəticələrə görə şəkərlə şirinləşdirilmiş qazlı içkilərin hər porsiyası təxminən 12 dəqiqə sağlam ömür itkisi ilə əlaqələndirilib. Bu isə o demək deyil ki, kola içən kimi insanın ömrü dərhal 12 dəqiqə azalır. Mütəxəssislərin sözlərinə görə burada söhbət uzun müddətli təsirdən gedir. Şəkərli, qazlı içkilərin müntəzəm istifadəsi piylənmə, diabet və ürək-damar xəstəlikləri kimi problemlərin yaranma riskini artırır. Bu xəstəliklər isə zamanla həm uzun ömürlülüyə, həm də həyat keyfiyyətinə mənfi təsir göstərir. Təsəvvür eləyin ki, yol iki yerə ayrılıb. Birində sürətlə gəzənlər, digərində isə asta gəzməyi xoşlayanlar gedir. Hansı ilə gedərsiniz? Bu fantastik nağıl deyil. Bu artıq Cənubi Koreyada tətbiq olunan yeni bir üsuldur. Sürətlə gedənlər yolun bir hissəsi ilə, yavaş gedənlər isə o biri tərəfi ilə gedəcəklər. Niyə belə edirlər bilmək istəyirsinizsə, baxın. Sürətli və yavaş gəzənlər üçün zolaqlar sınaqdan keçirilir. Cənubi Koreyada şəhər mühitini daha rahat və təhlükəsiz etmək məqsədi ilə maraqlı layihəyə start verilib. Ölkənin bəzi iri şəhərlərində piyadalar üçün sürətli və yavaş hərəkət zolaqları yaradılaraq sınaqdan keçirilir. Yeni sistem ilk olaraq dəmir yolu vağzalları, ticarət küçələri və piyadaların sıx hərəkət etdiyi səkilərdə tətbiq olunmağa başlayıb. Layihəyə əsasən səkilər iki hissəyə bölünür. Sürətli tempdə hərəkət edənlər üçün nəzərdə tutulan zolaq və daha yavaş addımlayan piyadalar üçün ayrılmış xüsusi zolaq. Mütəxəssislərin fikrincə bu yanaşma insanların bir-birinə mane olmadan hərəkət etməsinə imkan yaradacaq. Xüsusilə yaşlı şəxslər, uşaq arabası ilə gəzən valideynlər, ağır çamadan daşıyan turistlər və sakit gəzintiyə üstünlük verənlər üçün şəhərdə hərəkət daha komfortlu olacaq. Layihə müəllifləri hesab edirlər ki, piyadaların hərəkətinin bu şəkildə təşkil olunması sıx insan axınının yaratdığı stresi azaldacaq, toqquşma və narahatlıq hallarının qarşısını alacaq. Onların sözlərinə görə bu təşəbbüs müasir urbanistika sahəsində insan rahatlığını ön plana çıxaran yeni yanaşmanın bir hissəsidir. Əgər sınaqlar uğurlu nəticə verərsə, sistemin ölkənin digər şəhərlərində də geniş tətbiq olunacağı gözlənilir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.